Uşaqlar, bu gün kasedya elədik, amma dediyim kimi sizə kasedyanın lavaşı tortilla lavaşı olur. Tərkibində ən azı 3 növ pendir olmalıdır. Cheddar, Gouda, mozzarella pendiri. Sosu, orijinal sos, sriracha, sweet chili, mayonezdən istifadə olunur. Biz əlimizdə olan ərzaqlardan istifadə edərək bunu hazırladıq. Lavaşımız qalın olduğuna görə, baxın, içindəki pendir tam ərimiyib. Amma tortilla lavaşı belə qalınlığında olmur. Tortilla lavaşına istilik keçəndə pendir başlayır əriməyə. Yeməyin özəlliyi də onun içindəki pendirin əriməyindəndir. Və ən əsas məqam burada nədir? Həmişə yemək servis olunan zaman mütləq əlcəkdən istifadə etməlisiniz. Bu gün biz sizinlə tam fərqli bir yemək hazırlamalıydıq. Amma tam fərqli bir yemək hazırladıq. Bu bizdə Meksikadan kasedya oldu. Bu yeməyimiz də İspan mətbəxindən Prans şeri. Yəni Prans and garlic də deyilir, Prans şeri də deyilir. Bunun da tərkibində olan krevetka, qətiyyən krevetkadan istifadə etmirik. İstəyə görə üzərinə göyərti də qata bilərsiniz. Və yeməyin əsas özəlliyi odur ki, yeməyimiz bizim çaxırda hazırlanır. İspanların qaryanaltısı gedir. İsti yeməkdən öncə masaya verilir. Çaxır yeməkləri ağ çaxırdan istifadə edərkən daha çox yeyilən bir yeməkdir. Prans qarik. Asobu ayrıca çörəkləri var. Biz bunun yanında qarik bred, kristal bred, yəni sarımsaqlı çörək, kristal çörək veririk. Həmin çörəklə servis olunur. Amma biz bugün əlimizdə olan ərzaqlarla bunları hazırladıq. İnanıram ki, sizə də maraqlı oldu. Yenə dediyim kimi. Amma əsas olaraq bu məqamları qeyd edin. Bizim əlimizdə krevetka, mütləq olaraq krevetka dəyişilməlidir. Tortilla lavaşı mütləq olmalıdır. Tərkibində ən azı 3 növ pendir olmalıdır. Kasedyanın toyuğudur, qarğıdalısıdır, sozlarıdır, simtanıdır. Hamısı yerindədir. Sadəcə olaraq pendir və tortilla lavaşından çox şey asılıdır. Biz bugün sizinlə paella hazırlamalıydıq. İnşallah ki, paellanı növbəti dərslərdə bir dəfə qonaq kimi gələrək hazırlayarıq. Ay sonu gedirəm mən də buradan, Azərbaycandan. Paella hazırlayarıq növbəti dərs. Paella İspanların nömrə 1 yeməyidir. Necə ki, bizdə şahplov yoxdur. Onlarda da, İspanlarda da ən məşhur yeməkləri paelladır.